Salam, hər vaxt çıxırsınız əziz kanal izləyiciləri. Masazır qəsəbəsində avtobus dayanacağına yaxın belə bir 3 mərtəbəli 4 otaqlı həyət evi satılır. Biz hazır evin həyətindəyik. Gördüyünüz kimi həyət ağ qara daşla döşənib, 8 daş hündürlüyündə tikilib. Monolit betondur. Bu trapıdır. Biz daxil oluruq evin içərisinə. Bura evin dəhlizidir. Bu ikinci mərtəbədir. Bura qonaq otağıdır. Döşəməsi laminatdır. Komisyon yerləri qoyulur. Bura mətbəxidir. Bura sanitar qovşağıdır. Keçirik birinci mərtəbəyə. Birinci mərtəbədə qarajıdır. Yəni qarajın qapısı buradandır. Bura boş otaqlardır. Nəsə düzəltmək istəsə düzəltmək olur. Biz qalxırıq 3-cü mərtəbəyə. Bura 3-cü mərtəbədir. Bura sanitar qovşağıdır. Bura yataq otağıdır. Ev 2 daşdan tikilib. Dediyim ki 3 mərtəbəli həyət evidir. Bura uşaq otağıdır. Bura qonaq otağıdır. Qonaq otağından aynı bəldə, yəni balkona yol var. Bu da balkonadır. Üç mərtəbəli həyət evidir. Aşağıda qarajı. İkinci mərtəbədə bir otaq. Sanitar qovşağı mətbəxi. İkinci mərtəbədə sanitar qovşağı. Üçüncü mərtəbədə üzr istəyirəm, sanitar qovşağı. 3 dənə otaq. 4 otaq, bir qarajdır. 3 mərtəbəli həyət evidir. Torpağın evində kupçası var. Start qiyməti 120 manat. Diqqətinizə görə çox sağ olun. Kanala abunə olmayı unutmayın.